Təsərrüfat Mərkəzinin direktoru. Bu günləri 8 noyabr Zəfər günü münasibətilə 1 hektar ərazidə ağcaqayın tingindən ağaclarımız əkilmişdir. Belə tədbirlər daha da davamlı şəkildə aparılacaqdır. Bu günləri bir müqəddəs bir işə qədəm qoymuşuq. Əvvəla bütün xalqımızı bayramlar münasibətinə təbrik edirəm. Noyabr ayı nisfilli ayda olsa, Allah şəhidlərimizə rəhmət eləsin. Bu günləri mən deyərdim ki, noyabr ayında 5 bayramımız var. 8-i bu günləri Zəfər bayramı, səhərləri 9-u bayraq günü, 12-si Ulu Öndərin müəllifliyi ilə yaranmış konstitusiyamız, 17-si Azərbaycan xalqının milli dirçəliş günü, bir 5-ci bayramı da özümdən əlavə edirəm ki, 3 gün bundan əvvəl Qarabağ futbol komandasının bütün Türk dünyasını cuşa gətirən bir qələbə əldə oldu. Bu qələbələr münasibətilə xalqımızı təbrik edirəm və bu günləri bu ərazidə Allah şəhidlərimizə rəhmət eləsin. Dünən şəhidlərimizin xatirəsinə 3000 ağac əkilib, Qaratəpə kənd ərazisində Ələt, Qazməmməd, Qaradüz yolunun üzərində 3000-dən artıq ağac əkilib. Bu günləri Ekologiya Təbii Sərvətlər Nazirliyinin göstərişi ilə 6 hektar yarımda ağac əkilir, 1200 ağac bu günləri əkilir, ayın 11-də təkrar ağac əkiləcək. Bax, bu gördüyünüz ərazi də o Ekologiya Təbii Sərvətlərin diqqət qağızı sayəsində bu ətrafda Sabirabad tanınmaz dərəcədə yaşıllıq diyarına çevrilmişdir. Zəhməti olanların hər birinə dərin təşəkkürümü bildirirəm. Ağac təbiətin ciyarı deyirik, oksigen deyirik, sağlamlıq deyirik. Allah bütün xalqımıza sağlamlıq qismət eləsin, ağrı acı olmasın. Qarabağımız Allaha şükür özümüzdədir. Allah xalqımızı Ali Baş Komandan başda olmaqla bütün millətimizi qorusun. Bir daha bayramlarınız mübarək.